Quran üzərində cəmləşək deyənlərin də arasında ixtilaflar var. Niyə? Bismillahirrahmanirrahim. Baku TV-nin keçən dəfəki efirində Elşad Miri bir neçə səhvlər eləyib. Onun bəzilərinə inşallah vaxt elədikcə toxunacam. Misal üçün, orada Elşad Miri iddia elədi ki, və həmişə iddia edirlər sözsüz ki, güya hədislər insanları, müsəlmanları parçalayır, ixtilafa gətirir, çıxardır. Quranı öz fikri ilə yozanlar, sağa sola çəkənlər isə güya birləşdirir, vahid eləyir müsəlmanları. Lakin baxsa görərik ki, əksinə, o kəslər ki, hədisə də inanır, Qurana da inanır, onlar demək olar ki, vahid bir ibadət eləyirlər, namazların demək olar ki, bir qılırlar və s. Namazın rükətləri də eynidir, gündəlik sayı da eynidir, sözləri də eynidir. Lakin o kəslər ki, deyir, yox, biz hədis qəbul eləmir, yalnız Quranla gedək, öz yozduqları yolla gedək deyirlər Quranı. Onlar namazın sayında da, gündəlik sayında da, namazın rükətlərində də, namazda deyilən sözlərdə də hər şeydə ixtilaf edir. Xahiş edirəm, sualıma cavab verin də. Bəs Quran üzərində birləşək deyənlər niyə ayrı-ayrı qruplar əmələ gəlir? Misal üçün, bizim ölkəmizin qonaqları var idi. Mərakeşin parlament sədrinin birinci müavini, həmçinin Birləşmiş Ərəb Əmirliyinin parlament sədrləri, o cümlədən Səudiyyə Ərəbistanı, o cümlədən Əlcəzair, İordaniya və s. Protokolda bunlarla mən də var idim. Bunları məscid istədilər. Biz məscidlərə apardıq. Bizim namazımızdan qıldılar, ibadətimizi elədilər və çıxdılar, getdilər. Baxın, Mərakeşdən İndoneziyaya qədər müsəlmanların ibadəti demək olar ki, vahiddir, birdir. Lakin sizin kimi böhtançılar isə nə namazda, nə sözlərində, nə rükətlərində, nə gündəlik sayında və digər əqidə məsələlər var ki, onların heç birində ittifaq eləməmisiniz, ixtilaf eləmişsiniz. Necə deyirlər, Peyğəmbərin qəlbinə salınan, qoyduq kənara gəldik Quran. Bəs Quranın üzərindən biz niyə birlik ola bilmirik? Orada da biz yavaş-yavaş mübahisələrə gedirik, çıxırıq. Niyə? Mübahisə deyə bir şey yoxdur müəllim. Biz niyə mübahisə var? Hələ öz mənfəətin güdür, ona görə. Başa düş, sağ olasın. Qurandan pul qazana bilmir, hədisdən pul qazanır. Qurandan hakimiyyət qura bilmir, Qurandan qurur. Ev tapşırığı gələn verilişlərin birində siz də sonra verilişdən sonra bir dəfə də izah eləyərəm, hazırlaşarsınız. İki Quran bazalı inanclar sistemini tərəfdarı olan şəxslər belə deyirlər ki, biri belə deyir, biri belə. Yaxşısı budur, mən bütün məsuliyyətlərdən... Ona görə də Turan bəy həmin bu efirdə çox gözəl vurğuladı ki, iki nəfər vardır ki, bunların ikisi də deyir, Quranla gedək, biri belə deyir, biri elə deyir. Bəli, həqiqətən də siz uca Allahın Quran-ı Kərimində əmr etdiyi, tabiəçiliyini əmr etdiyi Məhəmməd Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləm yolu ilə getmirsiniz. Hansı ki, bunu Quran əmr eləyir ki, Allah Rəsuluna tabi olun, onun yolu ilə gedin, onu özünüzə nümunə götürün. Siz bu ayələri inkar eləyib, Peyğəmbərimizə sallallahu aleyhi və səlləm sanki iman etməmiş kimi onun nə əməllərini, nə etdiklərini nümunə götürmürsünüz və Qurana da asi olursunuz, Allaha asi olursunuz və ibadətləriniz də, etiqadınız da, əməlləriniz də vahid deyil, əksinə elə ümməti parçalayan sizlərsiniz.